İranın Xarici İşlər Naziri Abbas Arakçinin Kabil səfəri region üçün maraqlı siyasi hadisələrdən biri kimi yadda qaldı. Arakçi son 9 ildə ilk dəfə Əfqanistanı ziyarət edən yüksək səviyyəli İran diplomatı oldu. Səfər zamanı Arakçi Əfqanistanlı həmkarları ilə müxtəlif məsələləri müzakirə etdi. İki ölkə arasında daha sıx əməkdaşlıq siqnalı verdi ki, bu da Tehranın Taliban hakimiyyətini tanımağa hazırlaşmasına işarə kimi qəbul edilə bilər. İndiyədək İran Talibanı rəsmi olaraq tanımaqdan çəkinib, lakin mövcud vəziyyət hər iki tərəfin ABŞ-nin Əfqanistana müdaxiləsindən əvvəl və müdaxilə zamanı mövcud olan açıq düşmənliyi geridə qoyduğunu göstərir. Hazırda Tehran və Kabil münasibətləri normallaşdırmağa və hərtərəfli əməkdaşlıq sazişi imzalamağa yönəlib. İran və Taliban Əfqanistanı arasında münasibətlərin tarixi çətinliklərlə yadda qalsa da, 2021-ci ildə Taliban hakimiyyətə qayıtdıqdan sonra Əfqanistan və İran praqmatik yanaşma sərgiləyiblər. Hər iki ölkə gərginliklərin eskalasiyaya gətirib çıxarmasının qarşısını almaqla yanaşı, yaxın iqtisadi və siyasi əlaqələr qurmağa çalışır. Məsələn, 2023-cü ilin oktyabrında tərəflər Əfqanistandan İranın Çabahar limanına ticarət və tranziti asanlaşdırmaq üçün birgə ticarət palatasının yaradılmasına dair razılığa gəliblər. Növbəti ay isə İran Kabildəki Taliban hökumətinə bu limana məhdudiyyətsiz çıxış imkanı verdiyini bildirib. Çabahar Əfqanistan üçün Pakistan ərazisini keçmədən Hindistan bazarına çıxışa imkan verən yeganə marşrutdur. Taliban dövründə Kabil ilə İslamabad arasında münasibətlərin gərginləşdiyini nəzərə alsaq, Çabahar limanının Əfqanistan üçün böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik. İslamabad və Tehran arasında siyasi rəqabət də İran və Əfqanistanı bir-birinə yaxınlaşdırıb. Bu videoda İran-Taliban yaxınlaşmasının pərdəarxası məqamlarından danışacağıq. Salam dostlar, mənim adım Vüsaldır və populyar siyasət seriyasından olan videolarla dünya siyasətində yaşanan ən mühüm və maraqlı hadisələr barədə əsas xəbərləri sizə çatdırmağa çalışıram. Siyasət və siyasi tarixlə maraqlanırsınızsa, Telegram və Patreonda da bizi izləyə bilərsiniz. Patreon səhifəmizə ödənişli üzv olmaqla həm layihəmizə maddi dəstək ola, həm də ekskluziv materiallara çıxış əldə edəcəksiniz. Elə indi ekrandakı QR kodu oxudaraq və ya videonun aşağısındakı linkə klik edərək Patreon səhifəmizə keçid edə bilərsiniz. 2023-cü ilin mayında İranın qərb bölgəsini Əfqanistanın şərqi ilə birləşdirən Xaf-Herat dəmir yolu xətti sınaqdan keçirildi. Uzun müddətli planda bu dəmir yolunun Çin şəbəkəsinə bağlanması nəzərdə tutulur. Bundan əlavə, Əfqanistan İran şirkətlərini öz mədən sənayesinə cəlb etmək istəyir. Ölkədə təxminən 1 trilyon dollar dəyərində litium, uran, platin və nadir metallar var, lakin bu resursların hasilatı təhlükəsizlik və infrastruktur problemləri səbəbindən ləngiyir. Mədənlərin əksəriyyətinin İran sərhədi yaxınlığında yerləşməsi Tehran şirkətlərini də bu sahədə fəaliyyətə həvəsləndirir. Kabil İran şirkətlərinin iştirakı ilə mədən sənayesini inkişaf etdirmək və hazırda bu sahədə dominant olan Çin, Türkiyə və Avropa şirkətləri ilə rəqabət aparmağı hədəfləyir. Hər iki ölkə ağır sanksiyalara məruz qalıb və iqtisadiyyatları kövrəkləşib. Ağır iqtisadi vəziyyət isə İran və Əfqanistanı bir-birinə yaxınlaşdıran əsas faktorlardan biri kimi dəyərləndirilə bilər. Məsələn, iki ölkə sərhədində barter ticarəti və yerli valyutalarla alış-veriş geniş yayılıb. Bu ticarəti gücləndirmək üçün Tehran və Kabil hətta Xorasan bölgəsində azad ticarət zonası yaratmaq barədə razılığa gəliblər. İran şirkətləri artıq Əfqanistanın 8 əyalətində yol tikintisi aparıb. Hədəf illik ticarət dövriyyəsini 3,2 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. Lakin bu məqsədə çatmaq üçün hələ də böyük maneələr var. Ən əsas problemlərdən biri 1000 kilometrə yaxın uzunluğu olan və zəif mühafizə edilən sərhəddir. Sərhəd xəttində mühafizənin zəif təşkili narkotik ticarəti və transmilli terrorizmin inkişafı üçün münbit şərait yaradıb. İran xüsusilə İslam dövləti Xorasan və Əl-Qaidə kimi qrupların sərhəd yaxınlığında mövcudluğundan narahatdır. Onlar İran ərazisi üçün ciddi təhlükə yaradırlar. Digər problemli məsələ içməli su mənbələrinin idarə olunması ilə bağlıdır. Sərhədin hər iki tərəfində yaşayan insanların istifadə etdiyi Hirmənd çayı bu mənada gərginlik yaradan başqa bir amildir. Əfqanistanın tikdiyi su bəndləri çayın axınını azaldıb və bu da İranın çay suyundan istifadə imkanları ilə bağlı narahatlıqlarına səbəb olub. İran düşünür ki, Taliban regional rəqibləri qarşısında mövqeyini gücləndirmək üçün strateji həmlə kimi bənd tikintilərini davam etdirir. Bu günə qədər hər iki ölkə su ehtiyatlarını bölüşmək barədə razılığa gəlsələr də, bu İran və Əfqanistan arasında hələ də gərginlik yaradan məsələlərdən biri kimi qalır. Bundan başqa İranın şərq vilayətlərində Əfqanistan qaçqınlarının olması da ictimai narazılığa səbəb olub. Çünki bu məhdud iş yerləri uğrunda rəqabəti artırır və Tehran üçün əlavə təhlükəsizlik problemləri yaradır.
İranda yaşayan təxminən 5 milyon əfqan var və bu Tehran üçün ciddi problemə çevrilib. 2024-cü ildə İran hökuməti ölkədə qeyri-qanuni yaşayan 2 milyona qədər əfqanı deportasiya etmək niyyətini açıqlamışdı. Hazırda İran gündəlik 3000-ə qədər əfqanı deportasiya edir və bu məsələlər Arakçinin yanvar ayında Kabilə etdiyi səfər çərçivəsində müzakirə edilən mövzulardan biri olub. Hər iki tərəfin iqtisadi maraqları və təhlükəsizliklə bağlı ortaq narahatlıqları daha sıx əlaqələri şərtləndirən əsas faktorlar olsa da, daha geniş geosiyasi kontekstdə burada böyük rol oynayır. 2024-cü il ərzində Tehran yaxın şərqdə təsirinin zəiflədiyini hiss etdi. Bu daha çox İranın regional qeyri-dövlət siyasi və hərbi qruplar şəbəkəsinin əsas üzvlərindən olan Hizbullah və Həmasın zəifləməsi ilə bağlı idi. İllərlə İranın müttəfiq olmuş Suriya prezidenti Bəşər Əsəd rejiminin süqutu isə Tehran üçün sərhədlərindən kənarda güc nümayiş etdirmək imkanlarını xeyli məhdudlaşdırdı. Bunun fonunda İsrail, Livan və Suriyada ərazilər ələ keçirdi və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın birinci prezidentliyi dövründə İrana qarşı tətbiq etdiyi maksimum təzyiq siyasətini bərpa etdi. İranın regional təsirini yenidən formalaşdırmağa çalışdığı bir vaxtda onun şərq sərhədində Talibanla münasibətləri gərgin saxlamaq Tehranın siyasi planlarına uyğun gəlmir. İranın Talibanla münasibətləri normallaşdırmaq istəyi həm də onun qonşu ölkələrlə ümumi diplomatik əlaqələri inkişaf etdirmək cəhdinin bir hissəsi kimi qəbul olunmalıdır. Tehran artıq Azərbaycanla diplomatik əlaqələri bərpa edib və hər iki tərəf iqtisadi və infrastruktur layihələri üzrə əməkdaşlığı genişləndirməyə çalışır. İran həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərlə yüksək səviyyəli diplomatik görüşlər keçirib. Tacikistanla münasibətlər də yaxşılaşıb. Yanvar ayında İran prezidenti Məsud Pezeşkiyanın Düşənbəyə səfəri çərçivəsində bir neçə yeni saziş imzalanıb. Eyni zamanda Əfqanistan da digər ölkələrlə münasibətləri normallaşdırmağa çalışır. Rusiya Taliban hökumətini rəsmən tanımağa hazırlaşır. Digər Orta Asiya ölkələri də təhlükəsizlik riskləri olsa da Talibanla rəsmi əlaqələr qurmaq istəyirlər. Bu kontekstdə İran hələ Taliban hökumətini rəsmi olaraq tanımasa da belə bir addımın atılması ehtimalı getdikcə artır. Regiondakı geosiyasi şərtlər, iqtisadi maraqlar və sərhəd təhlükəsizliyi məsələləri Tehran və Kabili əməkdaşlığa məcbur edir. Diplomatik tanıma da böyük ehtimalla bu prosesin növbəti mərhələsi olacaq. Dünya siyasəti ilə bağlı ən mühüm məsələlərdən xəbərdar olmaq və tarixdə yaşanan ən vacib siyasi hadisələrlə bağlı araşdırma materiallarımızı izləmək üçün YouTube və Telegram kanallarımıza abunə olun. Populyar Siyasət adlı Telegram kanalımızın linkini videonun aşağısında qeyd etmişik. Həmçinin bütün videolarımızın mətnlərini və səs yazılarını Patreon səhifəmizdə yerləşdiririk. Patreonda bizi izləməklə ekskluziv materiallara çıxış əldə edə biləcəyinizi unutmayın. Başqa mövzuda görüşəcəyik. Hələlik.